Bəli, həqiqətən belədir. Bəlkə də cavan vaxtım haradasa onu müəyyən mənada dərk edə bilmirik. Amma həyat bizi gətirir haradasa müəyyən bir nəyəsə çətinliklə rastlaşanda anası olanlar anasının qoynuna sığınır. Olmayanlar en azından imkan daxilində qaçıb qəbirstanlıqda anasının torpağa uzaqlayır. Ondan ümid edir, ondan kömək istəyir. Və o torpağı götürüb sinəsinin başını torpağın üstünə qoyanda sanki dünyanın en ağır dərdləri belə o andaca torpağa qoyur. Necə ki sağlığında analar balalarının o dərdin arasını alır. Bak, o dünyada da eyni də deyirəm, başını o torpağın üstünə qoyanda sənin bütün dərdi və o torpaqdan ana o dünyada da özünə sorun gətirir. Bu günləri məclisimizdə yenə də qabağımıza baş əydiyimiz, boşluq olduğumuz, hamımızın boş olduğumuz şəhid anaları göstərdiyidir. Allah onların aralarının o dünyada əlinə kəfən edilsin. İmam Hüseynə ona qılsın. Və bu Ramazan ayı hörmətinə yerdə qalanlarına səbr, əyyubu, kərəmət ehsan edəsin. İcazənizlə anamız Xatiraniyə söz verərmiş. Buyurun. Ben evvel sırada bakmadan özellikle şeyine razılaştım. Şeyler adına da danışmak isterler, sizlere ama özel değerlerle çok sağ olun diyelim. Meclis teşviklerine göre, Asıl Şurası'nın rehberine, buraların sizlerine biz teşekkür ediyoruz. Allah bütün konuşkanları, namaz kılmalarını, dualarını, ibadetlerini, borçlarını gelmeyesin. Çok sağ olun, teşekkür ederim. Sağ olun. Biz de bir daha öz adımızdan ve saray mərhumlarından hamıza bir daha başsağlığı veririk. Şəhidlərimizə cənnət, rizvan mekanı arzu edirik. Sizlərə də səbir. Əgər ürəyində sözü olan kimsə buyur deyə bilərsiniz sözlərir. Yəni bu günləri müqəddəs bir gündür. Və sizin gününüz. Bəli, sizin gününüzdür. Bu günləri elə bir əziz gündür ki, yəni burada hər bir kəs öz istədiyi bir sözü deyə bilər. Var mı? Yəni Allah razı olsun, Allah qəbul eləsin. Allah qəbul eləsin. Sağ olun. Hayatta ağrı acı olduğu gibi iqtisadiyyatda çətin